Bismillahirrahmanirrahim. Muhammed ibn Senan Zeyd ibn Şahamdan belə nəql eləyir. Qale Qultu li Əbi Əbdillah aleyhissalam Əyyuhuma əfzəlul Əl-Həsənu Əvul-Hüseynu. Zeyd deyir, İmam Cəfər Sadiq aleyhissalamdan soruşdu. Yəni Rasulallah, Həsən və Hüseyn, onların hansı əfzəldir? Hüseyn əfzəl yoxsa Həsən əleyhissalam? Qalə innə fəzlə əvvəlina yəlhəqu fəzlə axirina. Həzrət buyurdu, birincimizin fəziləti, yəni Peyğəmbərin fəziləti, əvvəl yulhəqu fəzlə axirina, mülhəq olar axırımızın, yəni birincimizin fəziləti axırıncımıza da fəzilət olaraq artırılar. Birincimizin fəziləti mülhəq olar axırımızın fəzilətinə. Və fəzlə axirina yəlhəqu fəzlə əvvəlina. Və axırıncımızın fəziləti nədir? Birincimizin fəzilətinə əlavə olar. Fəqullun ləhu fəzlun. Bunu ki, biz 14 məsumun hər birisinin ayrı-ayrı da bir fəziləti var, xüsusi. Bir səciyyəsi var. Qalə qultu ləhu cəaltu fidaq. Həzrət buyurur ki, dedim, canım sənə fəda olsun. Vassi aleyyə fil cavab. Cavabı mənim üçün biraz da genişləndir. Fəinni vallah ma əsəluka illa murtadan. Fəinni həqiqətən mən andul Allaha səndən məlumat əldə gətirməkdən başqa niyyətlə soruşmuram. Fəqal, İmam Sadiq aleyhissalam buyurdu, nəhnu min şəcərətin, biz bir ağaçdanıq, bərrənallah min tinətin vahidətin. Allah bizi bir torpaqdan cücərdib, çıxardıb. O torpaq da nədir? Öz ruhundan onu əlavə edib. Fəzluna minallah və ilmuna min indallah. Bizim fəzilətimiz Allahdandır, elmimiz Allahdandır. Və nəhnu umena Allah əla xəlqi. Biz Allahın yer üzündə bəndələrinin nədir? Əmin olanlarıyıq ki, çünki imam gərək əmin ola da, əmin olanlarıq. Və duati ila dinihi və insanları Allahın dininə çağıranlarıq. Biz 14 məsum. Vəl-huccabu fîmâ beynəhu və beynə xəlqi. Biz Allahla insanlar arasında pərdəyik. Yəni Allahdan alıb insanlara ötürərik, insanlardan da gələni bizim iznimizlə Allaha yetişər. Biz vasitəçiyik ortada, vasitəyik. Beynə xəlqihi. Ondan buyurdu, və beynə xəlqihi. Əzidukə ya Zeyd. Həzrət buyurdu, biraz da artırım ey Zeyd. Qultu nəəm, dedim bəli. Fəqalə xəlquna vahidun. Həzrət buyurdu, bizim xilqətimiz birdir. Və ilmuna vahidun. Bizim elmimiz birdir. Biz 14 məsumun. Və fəzluna vahidun. Bizim fəzilətimiz birdir. Və kulluna vahidun. Bizim hamımız birik. Birimiz hamımız birik. İndallah əzzə və cəl. Allah Taala'nın yanında. Fəqultu əxbirni bi iddətikum. Dedim, ya Resulullah, sayınızı mənə deyin. Sizin sayınız neçə nəfərdir? Fəqalə nəhnu isnə əşərə. Biz 12 imamıq. Havləl ərş Rəbbənə hakəzə havlə ərş Rəbbənə cəllə və izzə fi mübtədəi xəlqinə əvvəluna Muhammed və əfsətuna Muhammed və axırına Muhammed. Necə ki Allahın ərşində biz hər şeydən əvvəl ilk Allah bizi yaratmışdı. Biz 12 imamı. Əlbəttə Peyğəmbər xanım Fatimə Zəhranı və biz 12 imamı. Buyurur ki bizim əvvəlimiz Muhammeddir. Həzrəti Rasulallah. Və afsatına Muhammed, ortamız da Muhammed, İmam Baqir əleyhissalam. Və axırına Muhammed, axırımız da Muhammeddir, İmam Məhdi əleyhissalam. Başqa bir hədis Həzrətlərin fəziləti haqqında Cabir İbn Yezid Cofi belə nəql eləyir.
قال فنظر الإمام سيد العابدين علي بن الحسين إلى ابنه محمد الباقر عليه السلام وقال لهم İmam Zeynəl Abidin aleyhissalam Ali ibn Hüseyn baxdı oğlu İmam Muhammed Baqirə və dedi 5-ci imama, 4-cü imam deyir, baxdı 5-ci imama dedi mən haza, bu kimdir? Qalu ibnuke, dedilər sənin oğlundur. Fəqalə ləhum mən ənə, və Həzrət onlara dedi ki, bəs mən kiməm? Qalə əbuhu Ali ibn Hüseyn, dedilər ki, sən də onun atası Ali ibn Hüseyn İmam Zeynəl Abidinsən. Qalə fətəkəlləmə, və İmam Zeynəl Abidin aleyhisselam fətəkəlləmə bi kəlamin, bir kəlamla, bir dillə danışdı. Ləm nəfhəm, biz başa düşmədik. Fəizə Muhammedun bi surəti əbihi Ali ibn Hüseyn. Bir də baxdıq, gördük ki, İmam Muhammed Baqir aleyhisselam atası İmam Zeynəl Abidinin surətinə düşdü. Dəyişdi oldu. İmam Zeynəl Abidin kim oldu? Və izə Aliyyun bi surəti ibnihi Muhammed. Deyir İmam Zeynəl Abidin aleyhisselam da döndü oldu. İmam Muhammed Baqirin surətini aldı. Qalu la ilahe illallah. Qalu la ilahe illallah. Ondan İmam Zeynəl Abidin aleyhisselam buyurdu ki, artıq İmam Muhammed Baqirin simasına girib də buyurdu ki, Allah'tan başqa Allah yoxdur. Fəqalal imam, İmam aleyhisselam buyurdu. Bəli, əlbəttə bunu Muhammed deyir, hansı İmam Zeynəl Abidin simasına girib. Fəqaləl imam, İmam Zeynəl Abidin aleyhisselam ki, İmam Muhammed Baqirin simasına girib, o dedi, la tə'cəbu min qudrətillah, Allahın qudrətinə təəccüb eləməyin, ənə Muhammedun, mən Muhammedəm, Muhammed Baqirəm və Muhammedun ənə, və Muhammed Baqir aleyhisselam da məndir. Və qalə Muhammedun, ya qavmu la tə'cəbu min əmrillah. Ondan sonra İmam Muhammed Baqir aleyhisselam dedi ki, hansı ki İmam Zeynəl Abidinin şəklinə giribdi, onun simasını alıb. İmam Muhammed Baqir aleyhisselam, ya qavm la tə'cəbu min əmrillah. Ey cəmaat, Allahın əmrinə, Allahın işinə təəccüb eləməyin. Ənə Əliyyun, mən İmam Zeynəl Abidinəm və Əliyyun ənə, və Əli də məndir. Və kulna vahidun, biz hamımız birik. Min nurin vahidin, bir nurdanıq. Və ruhuna min əmrillah, bizim ruhumuz Allahın əmrindəndir. Əvvəluna Muhammed, afsatuna Muhammed və axiruna Muhammed. Əvvəlimiz Muhammeddir, ortancımız Muhammeddir, axırıncımız Muhammeddir. Və kulnuna Muhammed, bizim hamımız Muhammedir. İmam aleyhisselam buyurur, bizim Allah insanların ruhun bir başka torpaqdan yaratdı. Bizim ruhumu isə, biz Əhl-i Beytin ruhunu isə ayrı bir torpaqdan və öz ruhin nurundan ona əlavə edib və xəlq elədi. Və bizim ruhumuzun torpağı ki, o xəmir halına ki gətirildi, onu çox elədilər. Ondan sonra bizim 14 məsumun ki, ruhu düzəldi. Qalan artığı nə isə bizim nədir, dostlarımızın ruhu ondan düzəldi. Yəni sənin, mənim ruhum inşallah Taala imamların torpağının qalan hissəsindən düzəlibdir. Bu Allahın lütfidir. Həzrəti Resulullah bu hədisi nəql edir. Əlbəttə imamlar bir-birindən Həzrət İmam Sadiq Aleyhisselam buyurur ki, əlbəttə mən atamdan, o atasından, ta İmam Həsəndən, İmam Hüseyndən, ta onlar da Həzrət ataları Həzrət Əli ibn Əbi Talibdən, salavatullah və salam aleyh, o da Resulullahdan. Həzrət Resulullah belə deyir, həddəsəni Cəbrail, bu hədisi mənə Cəbrail nəql edir. Həzrət Resulullah buyurur, bu hədisi mənə Cəbrail nəql eləyib. Kimdən? Ən Rabbil İzzəti Cəllə Cəlaluh. Allah Taala'dan. O əzəmətli cəlal sahibi olan, izzət sahibi olan Allahdan. Ənəhu qalə. Allah belə deyib mənə. Mən əlmə ən la ilahə illa ənə. Allah buyurur ki, hər kim bilə, şəhadət verə, bilə. Nəyi? Ən la ilahə illa ənə. Məndən başqa Allah yoxdur. Vəhdi, mən təkəm.
mənim təkliyimi hər kim şəhadət verə, hər kim məndən başqa ikinci bir Allah qəbul eləmə, məni Allah qəbul eləyə, ondan sonra və ənə Muhammədən əbdi, hər kim bilə, Muhammed mənim əbdimdir, bəndəmdir və rəsuli və mənim rəsulumdur, elçimdir, mənim tərəfimdən insanlara gəlib, mənim yer üzündə xəlifəmdir və ənə Əli ibn Əbi Talib xəlifəti və Əli ibn Əbi Talib mənim xəlifəmdir. Hər kim bunu bilə və ənəl əimmətə min muludihi, hər kim yəni bunu bilə və onun övladları mənim imamlarımdır. Hucəci, mənim hüccətlərimdir. Həzrət buyurur, Allah buyurur, ədxəltuhu cənnəti. Hər kim məni bir bilə, hər kim bəndəm Muhammədi sallallahu aleyhi və aleyhi özünə elçi, rəsul, mənim elçim, rəsulum bilə və Əliyini özünə imam bilə, xəlifə bilə və onun 11 övladını da özünə imam bilə. Həzrət Allah buyurur, çox belə az olur ha, Peyğəmbər Əkrəm birbaşa Cəbrail deyir mənə hədis nəql eləyə, Allahdan birbaşa. Hər kim belə olsa, ədxəltuhu cənnəti. Mən o şəxs ki, məni, Peyğəmbəri, Əliyini və onun 11 övladını qəbul eləyibdirsə, belə bilibdir, yəni şəhadət veribdirsə, ədxəltuhu cənnəti. O şəxsi mən cənnətə daxil edərəm. Öz cənnətimə, bir rəhməti, öz rəhmətimlə. Və nəccəytuhu, onu pak eləyərəm minən nar və ona nicat verərəm oddan. Bir əffi, öz əffimlə, məğfirətimlə ona mən oddan nicat verərəm. Və əbəhdi ləhu civari, onu öz qonşuluğumu hibə eləyərəm. O şəxs mənim qonşuluğumda olar. Və əvcəbdu ləhu kəraməti, öz kəramətimi ona vacib eləyərəm. Və ətməmdu əleyhi ni'məti, bütün neymətlərimi onun üzərində tamam eləyərəm. Ona hər neymətdən verərəm. Və cəaltuhu min xassəti, və mən onu öz xassım qərar verərəm. Və xalisəti, və öz xalisim qərar verərəm. Bütün çirkinliklərdən onu təmizləyərəm. İnnadani, əgər o şəxs məni çağırsa, o şəxs kimdir? Əhl-i beytin muhibbi, əhl-i beyti sevənlər ki, həm əhl-i beyti qəbul edib, həm Əliyini qəbul edib, həm Peyğəmbəri. Peyğəmbər və Ali Peyğəmbər nə deyib? Bilib, onları qəbul edib. İnnadani ləbbəktuhu. Əgər məni çağırsa, münacat eləsə, ona ləbbeyk deyərəm. Və indəani, əgər əllərin qaldırıb mənə dua eləsə, əcəbtuhu, duasına cavab verərəm. Və insaləni, əgər məndən bir şey istəsə, mənim qapıma üz tutsa, ətəytuhu, mən istədiyin ona verərəm. Və in səkətə, heç nə istəməsə, ibtədətuhu, yəni onunla başlayaram, gözləyərəm, haçan nə istəsə mən ona verim. Və in əsaə rəhmət, və in əsaə, əgər pislik eləsə, yəni günah eləsə, rəhimtuhu, ona rəhm eləyərəm. Və in fərrə minni, əgər məndən qaçsa, dəaftuhu, onu dəvət eləyərəm, deyərəm qayıt geri. Və in rəcəə iləyyə, əgər mənə sarı qayıtsa, qəbiltuhu, onu qəbul eləyərəm. Mənim qapımdan qaçıb gedib bir müddət, 5 il, 3 il namazla tərk eləyib, sonra yenə qayıdıb mənim qapıma gəlsə, nə deyim, mən onu qəbul eləyərəm. Və in qərə babi, əgər mənim qapımı döysə, fətəhduhu, mən qapımı ona açaram. Bu kimdir? Buyurur ki, o şəxs ki, məni, Peyğəmbəri, Əliyini və 11 övladını qəbul edir. Və onları o cür bilə, iman bilə özünə. Əliyini xəlifə bilə, Peyğəmbəri Rəsul bilə və məni də tək bilə, mən onu belə eləyərəm. Həzrət Əli, İmam Sadiq Əsəlam dedilər ki, yəbdən sonra filan kəs bizdən idi, amma ayrıldı, getdi. Getdi, bəs tərk eləyibdi, bəs bizi tərk eləyib gedib. Həzrət buyur, əgər bizdənsə qayıdacaq. Yəni, əgər onun ruhu bizim ruhumuzdansa, əgər palçığı bizim palçıqdandırsa, hara geçsə qayıdıb gələcək. Və qayıtsa biz də onu yenə qəbul edəcəyik. Bəs axır aqibəti, mömin axırı nədir? Axır aqibəti, hər kim 14 məsumu qəbul edirsə, Allah deyən kimi,
Bəs imam buyurur ki, axır mən onu nə cənnətlə müjdələndirəcəm. Axır nədir? O qayıdıb gələcək, bizim qapıya gələcək. Ondan Həzrət Cəbrail Allahdan gətirdiyi bu xəbərdə buyurur, Allah deyir, buyurdu: "Və mən ləm yeşhəd ən la ilahə illa ənə." Və hər kim şəhadət verməsə mənim Allah olmağıma, məndən başqa Allahın olmasına, vəhdi. Hər kim şəhadət verməsə məndən başqa Allah yoxdur və mən təkəm. Av şəhidə bizalik. Ya şəhadət verə buna. Mənim təkliyimə şəhadət verə. Və ləm yəşhəd ənə Muhammədən əbdi. Amma şəhadət verməyə ki, Muhammed mənim bəndəmdir və rəsuli və mənim elçimdir. Av şəhidə bizalik. Ya da buna da şəhadət verə. Həzrəti Muhammed salavatullah və salam əleyhanı da qəbul eləyə Allahdan sonra. Və ləm yəşhəd ənə Əli ibn Əbi Talib xəlifəti. Amma şəhadət verməyə Əli ibn Əbi Talib mənim xəlifəmdir. Əlini tanımaya. Av şəhidə bizalik. Ya da Əli ibn Əbi Talibə də şəhadət verə onun xilafətinə. Və ləm yəşhəd ənəl əimmətə min vuldi hucəci. Amma şəhadət verməyə onun zürriyyəsi, onun övladları olan imamlar mənim hüccətlərimdir. Buna şəhadət verməyə fəqəd cəhədə ni'məti. Mənim nemətimi danıbdır. Və səxxərə əzəməti. Yəni bunları dansa, birin dansa artıq o birisinin fayda verməz o birisi. O artıq mənim neymətimi danıb və mənim əzəmətimi kiçildib və mənim fəkəfərə bi ayati, mənim ayələrimə küfr eləyib kafir olub və kutubi və mənim kitablarımı danıb və rusuli mənim peyğəmbərlərimi danıb. İn qəsədəni həcəbdu. Əgər məni qəsd eləsə, mən özümü ona örtərəm. Və in səələni hərəmtuq. Əgər məndən bir şey istəsə onu haram eləyərəm. Və in nadani. Əgər məni nida eləsə, məni çağırsa, ləm əsməh nidaəhu. Onun səsini eşitmərəm, nidasına qulaq asmaram. Və in dəani. Əgər mənə dua eləsə, ləm əstəcib duaəhu. Duasını müstəcab eləmərəm, qəbul eləmərəm. Və in rəcaəni. Əgər mənə ümid tutsa, xəyyəbtuhu. Mən ondan üzümü çevirərəm. Və zalikə, biri soruşar ki, ilah sən öz rəhmətinlə niyə bəs bu bəndə və belə olursan? Və zalikə cəzauhu. Bu onun cəzası olduğu üçündür. Cəzasıdır. Minni, mənim tərəfindən. Və mə ənə bizzəllamin lil əbid. Və mən öz bəndələrimə zülm edənlərdən deyiləm, çox-çox zülm edən deyiləm. Fəqamət Cabir ibn Əbdullah Ənsari, Cabir İbn Abdullah Ənsari durdu, dedi: "Ya Resulallah, və mənəl əimmə min vuld Əli ibn Əbi Talib." Dedi: "Ya Resulallah, Əli ibn Əbi Talibin övladları olan imamlar kimlərdir?" Qal. Hazrət Resulullah buyurdu. Bir dəstə bu sahabənin içindədir, peyğəmbər bunu deyir. Qal Əl-Həsənu vəl-Hüseynu seyyidü şəbab əhlil cənnə. Həsəndir, Hüseyndir, cənnət cavanlarının ağaları. Sümmə seyyidül abidin fi zamanihi. Sonra abidlərin seyyidi ağası öz zamanında Əli ibn Hüseyn, Əli ibn Hüseyn İmam Zeynul Abidindir. Sümməl Baqiri Muhammed ibn Əli. Sonra İmam Muhammed Baqirdir, Əlinin oğlu. Və sətudrikuhu ya Cabir. O 5-ci imamdır ey Cabir. Sən onu dərk edəcəksən, sən o yaş ona qədər yaşayacaqsan. Fəizə ədrəktəhu. Elə ki Muhammed Baqir əleyhissalamı gördün. Fəəqri'uhu minni səlam. Məndən ona salam çatdır yenə. Cabir İmam Sadiq əleyhissalamın dövrünə qədər yaşadı. 98 yaşı fərz edirəm, fikir edirəm var idi. Qoca bir kişi idi. Gəldi İmam Baqir əleyhissalam ki, imamətə yetişdi. Gəldi Həzrətə təzim elədi. Həzrətin əlini öpdü, səhv eləməsəm. Salam elədi. Ondan dedi, sən mənim ağamsan, sən mənim imamımsan, şəhadət verirəm. Ondan sonra dedi ki, Peyğəmbər Əkrəm məndən sənə salam gətirdi. İmam əleyhissalam salamın cavabını alandan sonra Cabirə bir söz dedi. Dedi, Cabir, artıq get yükünü hazırla. Sən get yükünü hazırla. Get axirət həyatına hazırlar. Ondan bir həftə sonra Cabir dünyasını dəyişdi. Bəs imamın sözündən məlum olan bu oldu ki, Cabiri İmam Baqir əleyhissalama qədər həyatda tutan, yaşadan o Peyğəmbərin salamı idi ki, onu nə deyib? Yetirməli idi İmam
Baqir əleyhissalam. O salam ona həyat verdi ta İmam Baqir əleyhissalama gəlib yetişənə qədər. Sümme Sadık Cafer İbni Muhammed, sonra Sadık'ti Cafer İbni Muhammed'di. Sümmel Kazım Musa İbni Cafer, sonra Cafer'in oğlu İmam Musa Kazım'dı. Sümmel Rıza Ali İbni Musa, sonra Ali İbni Musa Rıza'dı. Sümmel Taqi Muhammed İbni Ali, sonra İmam Taqi'di Muhammed İbni Ali'di. Sümmel Naqi Ali İbni Muhammed, sümmel Zekiyyul Hasan İbni Ali. Sonra Hasan İbni Ali Zeki'di, İmam Hasan Askeri. Sümme İbnuhul Qaimu bil Hakki Mehdi ümmeti. Sonra onun oğlu qaimdi, haqla qaim olan, haqla qiyam edən, Mehdi ümməti, mənim ümmətimi hidayət edən, Əlləzi yemləul ərzə qistən və ədla, hansı ki yer kürəsini ədalətlə və qistlə dolduracaq, kəma muliət cövrən və zulma, necə ki zulmlə və cövrlə doludur. Haulai ya cabir xulafai ve afsiyai ve avladi ve itreti. Ey Cabir, onlar mənim xəlifələrimdir, onlar mənim vəsilərimdir, onlar mənim övladlarımdır, onlar mənim itrətimdir, mənim ailəmdir. Mən ətəəhum fəqət ətəəni. Hər kim onlara itayət eləsə, Əli və övladı Əliyə, bu 12 imama, elə bir mənə itaət eləyib. Və mən əsahum fəqət əsani. Hər kim onları üsyan eləsə, elə bir mənə üsyan eləyib. Və mən ənkərəhum. Hər kim onları inkar eləsə, av ənkərə vahidən minhum. Onlardan birini belə inkar eləsə, 11-ini qəbul eləyib, birini belə inkar eləsə, fəqət ənkərəni. Məni inkar eləyib. Bihim yumsiqullahu səmaə. Allah onlara xatir göyü saxlayır. Əntəqə aləl ərz, tanki göy yerə tökülməsin. İlla bi iznihi, onların izni ilə və bihim yəhvəzallah və onların vasitəsilə yəhvəzallahul ərzə. Allah ərzi qoruyur, əntəmidə bi əhliha, öz əhlin udmaqdan. Onlara xatir yer öz əhlin udmur. Yəni insan o qədər günah eləyir, fiskə, füccuya batırlar. Bu 14 məsumun hörmətidir. Mən Fatimə, Əli və ovladı Əlinin hörmətidir ki, yer öz əhlini utmur. Budur Həzrəti Əmir əl-Müminin və onun əhl-i beytinin Muhammed və Ali Muhammedi sevənlərin məqam və mənziləti Allah yanında. Allahın verirəm öz izzət cəlalına bu cümiyə xatir Allah bizi də bu onların dostlarından və onları sevənlərdən, onları bilib əməl edənlərdən və onlara şəhadət verənlərdən qəbul eləsin inşallah Teala. Allahümme salli ala Muhammed ve ali Muhammed ve ecil fərəcəhu.